لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Mushafı dizin veya budun üzerine koymağın hükmü nedir? Ey qardaşlar, hamımız bu barədə həmfikirik ki, mushafa ehtiram göstərilməlidir və ona hörmətsizlik etmək haramdır. Lakin bir şeyin hörmətsizlik sayılması məsələsində hər kəsin ağlına uyğun olan müttəfiq, ortaq fikirlər var. Məsələn, mushafı ayaqlarının yanına, ayaqlarının altına qoymaq və ya ayaqlarını mushafdan yuxarı qaldırmaq şübhəsiz ki, bu hər kəsin razılaşdığı bir hörmətsizlikdir. Lakin yerə qoymağa gəlincə, sən oturarkən mushafı yerə qoymağını bəzi insanlar hörmətsizlik hesab edir. Bəziləri isə bunu normal bir hal kimi görürlər. Bunu hörmətsizlik kimi görən insanlara bu hərəkət icazəli deyil. Amma bunu hörmətsizlik görməyənlər üçün bir problem yoxdur. Lakin əgər sən insanların qarşısındasansa, mütləq onların hisslərini nəzərə almalısan. Əgər insanlar bunu xoşlamırlarsa, sən bunu icazəli görsən belə etmə. Mushafı dizin və ya budun üzərinə qoymağa gəlincə, bir çox insan bunda bir problem görmür. Lakin bəziləri bunu hörmətsizlik hesab edir. Hətta sənin mushafı dizinin üstünə qoyduğunu görəndə gəlib onu götürər və mushaf saxlanılan yerə qoyarlar. Mən eyni şeyi deyirəm. Adət ənənəsində, örfündə bu hərəkəti hörmətsizlik sayan insanlar üçün bunu etmək haramdır. Amma bunu hörmətsizlik saymayanlar üçün bir problem yoxdur. Lakin insanların qarşısındasansa, mütləq onların hisslərini qorumalı, qardaşlarınla arandakı sevgi və ünsiyyəti saxlamalısan. Bəzi qardaşlar bir şeyin icazəli olduğuna inanır və sonra bu məsələdə inatkarlıq edirlər. Ey qardaşım, icazəli olan bir şey ümumi məsləhət üçün tərk edilə bilər. Alimlər deyirlər ki, hətta sünnə olan bir əməl belə məsləhət üçün, qəlblərin isinişməsi üçün tərk edilə bilər. Sənə şəriət tərəfindən buyurulan müstəhəb bir şeyi belə tərk edə bilərsən. Şeyxul İslam İbn Teymiyyə qeyd edib ki, əgər imam vitr namazını 2 rəkət qılıb salam verməklə ayırmağın daha əfsəl olduğunu düşünürsə, lakin arxasında vitri birləşdirərək qılmağı, 3 rəkəti birdən sevən insanlar varsa, bu zaman əfsəl olan imamın vitri birləşdirərək qılmasıdır. Çünki qəlblərin birliyi məsləhəti burada icazəli olanı daha əfsəl edir. Lakin bu məsləhət qadağan olunanı icazəli etmir, bidəti də sünnəyə çevirmir. Sadəcə bu məsləhət naminə icazəli olanı daha üstün edir. Ona görə də, ey qardaşım, icazəli olan məsələlərdə qardaşlarınla inatkarlıq etmə. Sən kitabı, mushafı belə qoyanda biri gəlib irad bildirsə, de ki, oldu, baş üstə, Allah xeyrini versin, Allah mükafatını yazsın və vəssalam, bitdi. Amma biri o tərəfə çəkir, biri bu tərəfə. Valla, bir dəfə Peyğəmbər məscidində, Rövdənin yanında, bir yazıq adam gördüm. Qardaşlardan biri mushafı ayaqlarının üzərinə qoymuşdu, digəri isə buna razı deyildi. Bu gəlib mushafı götürüb yerinə qoyurdu. O biri isə qalxıb, təzədən götürüb, yenə ayağının üstünə qoyurdu. Subhanallah, bəs fiqh, anlayış haradadır? İcazəli olan bir şeyi qardaşın xoşlamırsa, tərk et getsin. Bu inatkarlıq nəyə lazımdır? Hətta müstəhəb, bəyənilən, bir iş belə mübahisəyə, səsküyə və çəkişməyə səbəb olacaqsa, onu tərk et və qardaşınla o münaqişəyə girmə. Bəli.